Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yenə maraqlı bir kontentlə qarşınızdayım dostlar. Bugün sizlərə çox sual gələn Temunun 95 manatlıq kredi iadəsi kampaniyası haqqında video hazırlamaq istədim dostlar. Bundan əvvəlki videomuzda Temudan 95 manatlıq kredi iadəsini necə istifadə etmək olar və bunu necə əldə etmək olar onun haqqında video hazırlamışdım və onun şərhlər bölməsinə çoxlu sayda suallar gəldiyi üçün bu videoda daha net bir şəkildə və suallarınıza cavab da verəcəm dostlar. Ümid edirəm ki, bu video sizlər üçün faydalı olar və ağlınızda olan sualların hamısına bir cavab tapa bilərsiniz dostlar. Qeyd edeyim ki, izləyicilərimiz bu həmin kampaniya vaxtı bitir və bunu necə əldə etmək olar, onun haqqında daha çox suallar gəlir və bu kampaniyadan istifadə etdikdən sonra bunu təkrardan necə həmin oradakı qaytardığı krediləri necə təzədən almaq olar, bunun haqqında çox suallar gəlir. Həqiqətən çox suallar gəlir və o suallara da bir hamısına bir videoda cavab verməyə çalışacağam. Çox uzatmadan dostlar, komenterimizə keçək və bu kredi iadəsini necə əldə etmək olar və bu kredi iadəsinin vaxtı bitdikdə həmin bu kampaniyanı necə əldə etmək olar, hamısını bir sizlərə izah eləməyə çalışacağam dostlar. Keçdik komenterimizə dostlar. Deməli bu şəkildə Temu proqramımızı aktiv eləyirik. Əslində bunun haqqında video çəkmişik, necə əldə etmək olar, amma bu videoda daha geniş və bu bəzi istifadəçilərimiz bu kampaniyanı yararlana bilmir və yaxud da iptal eləyir. Daha sonra o həmin kampaniyanı vermir. Bunlar haqqında sizlərə açıqlamalar hamısını verəcəm dostlar. Deməli proqramımıza daxil oluruq. İlk öncə dostlar, gəlin bundan başlayaq. Əgər o videonu izləməmisinizsə daha geniş izahlı videonun açıqlama bölməsinə əlavə eləyəcəm dostlar. Bu həmin kampaniyanı aktiv etmək üçün ən sadə bir variantı. Axtarış yerinə claim credit yazırıq dostlar. Bu da ki, bu ekrana əlavə etmişəm. Nə yazmaq lazımdırsa, bu şəkildə yazırsınız. Baxın, mən artıq avtomatik yazmışam deyənə bu kampaniyadır. Yəni bunun ən sadə variantı bu şəkildədir. Baxın, məndə artıq bu həmin kampaniya aktivdir dostlar. Bəzi istifadəçilərimiz bu kampaniya artıq mənə verilmir və yaxud da sürəsi doldu şəkildə belə problemlərlə qarşılaşır. Dostlar, bunun sürəsi nəyə dolur? Mən sizə deyim. Həmin istifadəçi əgər tez-tez alış-veriş etmirsə, tez-tez dediyimdə yəni ayda bir dəfə və yaxud da 2 ayda bir dəfə ən az alış-veriş etməyəndə bu kredi iadəsini müvəqqəti olaraq verməyə bilər dostlar. Yəni siz 1-2 dəfə alış-veriş etdikdən sonra təkrar bu kredi iadəsini yazdıqda görəcəksiniz ki, bu verir. Qeyd edeyim ki, bəzən 95 manat verir, bəzən isə 85 manat. İndi məndə burada maksimum 85 manat verir. Yəni bəzən isə bu 95 manata kimi çıxır. Bu məntiqi də nədir? Yəni buradan siz 100-140 manatlıq bir məhsul seçdikdə, misal üçün buradan hər hansısa bir məhsul seçirəm, adını da axtara bilərsiniz. Yəni buradan e-mailini öz dediyi məhsulları seçdirmir. Yəni istədiyiniz bir məhsulun adını axtarırsınız. Misal üçün mən planşet almaq istəyirəm. Baxın, burada planşet yazırsınız. Tutaq ki, planşetin dəyəri 140 manatdırsa, siz həmin planşeti seçdikdə onun 95 manat və yaxud da bəzən 85 manatın kredi iadəsi kimi qaytarır. İndi burada məndə çıxmadı. Burada yazıram, baxın, bu tabletin 155 manat qiyməti var, misal üçün. Yəni siz araşdırın, açıqlamalarına baxın, ulduzlarına baxın, yəni ki, alan insanların bunu seçdikdə bu 155 manat eləyir dəyəri. Yəni siz buna adlı ilə ödəniş eləsəz 100-150 manat ödəyirsiniz. Amma məsəl üçün bu şəkildə kredi iadəsini alanda buradan seçirsiniz. Seçdikdə baxın 120% kredi iadəsi deyir. Bunlar toplanır. Sizə bu iade kimi qayıdır. Baxın bu şəkildə. İndi burada hal-hazırda 85 manat göstərir, amma bəzən 95 manat da verə bilər. Yəni düzdür, videonun açıqlamalarında 95 manat yazılıb. İndi bu kommentlərdə yəqin ki yazacaqlar ki, siz burada 95 manat demisiniz, burada 85. Yəni bu dəyişkənlik göstərir. Bəzən belə məndə 50 manat da belə göstərib, amma biraz sıx-sıx alış-veriş edən adamlara 95 manat da verir, 85 manat da qaytarır. Misal üçün bunun 155 manat dəyəri varsa, 85 manatını dostlar kartınıza yox, yəni Temunun balansına qaytarır. Bunu qarışdıran dostlarımız var, bilmir. Çox adam elə bilir ki, kartına qayıdır və ya da bunu karta çəkmək olmur. Bu 85 manatla siz dostlar, yəni Temudan alış-veriş eləyə bilərsiniz. Misal üçün 152 manat bunun dəyəri varsa, 85 manat 80 qəpik, 80 qəpik də əlavə verir, bilmirəm nəyə görə özü. 85 manat 80 qəpik sizə bu geri
kredi balansına qaytarır. Amma necə qaytarır dostlar? Birbaşa 85 manat 80 qəpik sizin balansına qaytarmır. Bu da bir sual mənbəyidir. Çox adam bunun haqqında sual verir ki, bunu təkrardan necə alıram? Yəni ilk başda bunu siz sifariş verdikdə, bunu necə sifariş verəndən sonra proseslər necə olur, o videoda hamısını göstərmişəm dostlar. Onu orada izləyə bilərsiniz. Videonun açıqlamalarına dedi bu kartları da əlavə etmişəm. Klik eləyin. Həmən bu alış prosesini biz özümüz ödəniş eləyib almışıq, necə olursa. Amma yəni belə şifahi izah eləyin. Bunu aldıqda sizə hissə verir. Məsəl üçün hər gündə bölür hissəyə 85 manatı, bir gün 10 manat verir, bir gün 20 manat. Baxın belə hissə verir. Əgər bir gün həmin bu kredini girib öz payınızı əgər bölünmüş hissəni almasanız, həmin o sizin hesabınıza silinir. Yəni 85 manatdan bir gün 20 manatını almasanız 60 manat qalır. Ona görə hər gün girib bunu almaq lazımdır. Bunu təkrardan girib necə almaq olar? Tutaq ki, siz sifariş verdiniz, 85 manat kredini sizə verir. Hər gün gəlirsiniz, həmin yenə axtarış bölməsinə claim kredit yazırsınız. Bayaqki kimi ekrana əlavə edirəm. Bu şəkildə yazırsınız, həmin hissəyə gəlir. Yəni həmin bu bölməyə gəlir və siz də görəcəksiniz ki, misal üçün 15 manat 50 qəpik bu gün sizin haqqınız var. Bu 85 manat və yaxud da 95 manat dolana kimi sizə claim etməyə icazə verir. Amma hər gün hissə verir. Hissə aldınız, bu sizin balansınıza yüklənir. Balansınıza da yüklənən pulla da istədiyiniz kimi, məndə misal üçün burada kredi bankasında 3 manat 31 qəpik var. Sizdə yığılacaq 85 manat olacaq. Yəni bir həftə ərzində verir, bir həftəyə hissəyə bölür dostlar. Siz bir həftə hər gün claim etdikdə, təbii ki, claim etdiyiniz pulu xərcləyə bilərsiniz, amma və yaxud da istəsəz bir həftə hər gün claim edib 85 manatı toplu bir şəkildə də xərcləyə bilərsiniz. Bu ayrıca bir məsələ. İndi isə bunun sürəsi dolduqda və yaxud da nəyə görə sürəsi dolur, bu kampaniyanı yenidə necə aktiv eləmək? Dostlar, bunun sürəsi dolduqda bunun birinci bir variantı isə alış-veriş etməyən telefonlara, yəni istifadəçilərə bu kampaniyanı verməyə bilər. Məsəl üçün, əgər evdə əlavə başqa bir telefonunuz varsa və yaxud da istifadə və yaxud da təzə temu yükləyə bilirsinizsə ona, o şəkildə yoxlaya bilərsiniz. Yəni bunun başqa variantı yoxdur dostlar. Yəni sürəsi dolan kampaniyası yenə necə aktiv eləmək? Bir-iki ədəd siz nəsə sifariş verəndə avtomatik aktiv ola bilər. Yəni o sifarişdən asılıdır. Siz 1 ay, 2 ay yarım nəsə sifariş verməyənə, təbii ki, temunun nəsə burada xeyri yoxdursa onu vermir, qeyd eləyim sizə. Nəsə sifariş verəndən sonra təkrardan aktiv ola bilər. Və yaxud da bir sual isə, daha çox gələn suallardan biri isə, bu həmin kredi iadəsini, tutaq ki, siz bunu istifadə elədiniz. Baxın, mən burada claim kredit yazdıqda həmin bu bölməyə gəlirəm. Tutaq ki, mən burada hansısa bir məhsulu seçdim. İndi səhifəmiz açılsın, ödə dedim. Bəzi istifadəçilər belə düşünür ki, bu həmin sifariş verdikdən sonra dostlar, bu həmin verdiyim məhsulu iptal eləyə bilirəm, pulu da kartıma qayıdır. Amma məsələ nədir buradan? Pul dala qaydanda həmin bu 85 manatı sizə vermir. O etkinlikdə sizi blok eləyir. Yəni məsləhət görmürəm eləyəsiniz. Düzdür, təbii ki, indi sifariş verdiyiniz bir şeyi iptal eləyə bilərsiniz. Yəni bəzi istifadəçilər buradan bunu iptal eləyir. Deyir ki, iptal eləyəndən sonra məni blokladı və həmin bu kredi iadəsindəki bu məbləği 85 manat və ya 95 manatlıq məbləği mənə geri verirmi? Xeyr dostlar, bu avtomatik sizi iptal eləyir. Yəni verdiyi məbləği də iptal eləyir. Yəni siz hər gün gəlib həmin məbləği claim eləyə bilmirsiniz. Təbii ki, sifariş verdiniz, tutaq ki, burada 155 manatlıq sifariş verdiniz, məhsulun pulunu da dala qaytarırlar. Daha sonra bir dənə mənfi cəhəti odur ki, dala qaytardıqdan sonra bu həmin etkinliyə qatılmağı sizə belə deyirlər dostlar, blok eləyirlər. Yəni 3 ay ərzində bunu əldə eləyə bilmirsiniz. 3 ay heç nə eləyə bilmirsiniz. Bu zaman nə etmək olar? Yenə də başqa bir telefonunuz varsa, temu olan, o şəkildə həmin kredi iadəsindən istifadə edə bilərsiniz. Başqa bir variantı yoxdur dostlar. Tez-tez alış-veriş etdikdə 3 ayda olduqda təzədən bu etkinlik aktiv olur dostlar. Yəni bu sadə bir variantı budur. Ümid edirəm ki, suallarınıza bir-bir cavab verə bildim dostlar. Və yaxud da bəzi istifadəçilərimiz deyir ki, mənə vermir. Yazıram deyir sürəsi doldu. Yəni sürəsi dolduqda dostlar, yəni onun bir variantı var ki, buradan ara bir alış-veriş etmək. Yəni emailin 95 manat krediyə görə alış-veriş etməyin. Yəni özünüz nəsə alırsınızsa məsləhət görürəm ki, onu seçib alanda verir və yaxud da başqa bir evdə kimdəsə telefonda varsa, dostunuzun telefonu varsa, o alış-veriş eləyirsə, onun telefonundan yoxlaya bilərsiniz. Bəzi istifadəçilər verməyə bilər, bəzi istifadəçilər verə bilər. Bəzi hətta istifadəçilərə belə
50 manat. Yəni siz bundan bir dəfə istifadə edəndə daimi verir. Yəni mən bundan bir dəfə istifadə elədim. Bir müddətdən sonra 3 gün, 4 gün aradan sonra bu həmin məhsulu mənə verir. Bir də digər bir variantı profilin bölməsinə keçirsiniz. Burada mesajlar bölməsinə klik edirsiniz. Dostlar, mesajlar bölməsinə klik etdikdən sonra burada promosyonlar var. Promosyonlar bölməsində baxın, məndə kredi iadəsi kampaniyası görsənir. Əgər sizdə bu da görsənirsə, bu kampaniyanın sizə veribdir deməkdir. Burada fərqli kampaniyalar var. Bunlar haqqında maraqlı olanı sizlər üçün çəkirəm. Bunun haqqında da çəkmişəm. Baxın, Temu Sana premium indirimində onun haqqında da video var. Açıqlamalar bölməsinə əlavə etmişəm. Yəni buna da klik edib həmin bölməyə gələ bilərsiniz dostlar. Bəzən qeyd edeyim ki, 95 manat, bəzən isə 85 manat verə bilər. Bu belə deyim dostlar, istifadə etməyin yaxşı tərəfi odur ki, bahalı bir məhsul alanda sizə pulunu geri iade eləyir. Məsəl üçün, əgər 124 manatlıq planşet sizi qane eləyirsə, həqiqətən qiymət baxımından bu planşetin xüsusiyyətləri də yaxşıdırsa. Təbii ki, yorumlarına da baxırsınız. Üzərinə klik etdikdə bu da yorumlarını göstərir. Baxın, burada məsəl üçün bu planşet 4.6 alıb, bəyənilibdir. Burada açıqlamaları var, 3 GB RAM-ı var, məsəl üçün 1280-dən 800 ekran ölçüsü var, klaviatura verir. Alanda bu sizə planşet daha ucuzsa, 85 manatın qaytarsa 124 manatdan sizə yəni 30 manata gəlib düşür. Həmin 84 manatda belə deyim, alış-veriş eləmək və yaxud da bunu əgər nağdaşdırmaq istəyirsinizsə, balansındakı atıram mən misal üçün bunu sifariş vermişəm və balansımda 85 manat var. Baxın, misal üçün mən indi burada 3 manat 31 qəpik var. İndi sizdə tutaq ki 85 manat var. Bunu nağdaşdırmanın da bir yönünü deyim sizə. Bu balansı hər hansı bir dostunuz burada nəsə gətizdirmək istəyirsə, onun nağdı pulunu alıb buradan sifariş verdirə bilərsiniz. Bu şəkildə nağdaşdıra bilərsiniz dostlar. Yəni bu belədir. Ümid edirəm ki, suallarınıza cavab verə bildim. Başqa bir burada qeyri-adi bir şey yoxdur dostlar. Yəni daha çox bu kampaniyanı təkrar vermir deyə suallar gəlirdi. Verməyəndə dostlar, yenə deyirəm, sifariş verilməyən tez-tez telefonlarda bu kampaniyanı vermir. Bu şəkildə. Və ya da başqa telefondan yoxlaya bilərsiniz dostlar. Sifariş verdikdən sonra həmin telefonda aktiv olur dostlar. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, video sizlər üçün faydalı oldu və bu 95 manat kredi haqqında ağlınızda sual qalmaz. Bir də sizdən artıq qəzə xahiş edirəm dostlar. Həqiqətən kanalımızın abunəsi çox azdır. Yəni bu qədər əziyyət çəkirik, faydalı videolar hazırlayırıq. Kanalımızın abunəsi çox aşağıdır. Bəzən həvəsdən belə düşürük ki, yəni bu videoları biz əziyyətlə çəkirik. İnsanlar bizim videolarımızı bəyənmir və ya da faydalı olmur deyə çox aşağıdır. Dəstək olan hər kəsə təşəkkür edirəm, amma hər biriniz dostlar bir dənə abunə olsanız həqiqətən mənə çox böyük dəstək eləmiş olarsınız. Mən də həvəsə gəlib belə kampaniyaları Temu olsun, Trendyol olsun, nə bilim AliExpress olsun, fərqli onlayn alış-veriş saytlarında olan kampaniyaları, bir məhsulu necə ucuz almaq olar, onun haqqında bütün bildiyim faydalı videoları sizlər üçün hazırlayım dostlar. Çox uzatmadan videomuzu tamamlayaq dostlar. Təqdim etdiyi Fikirli kanalı.